Əziz dostlar, Kəlbəcərdə, Laçında, yəni bulaq başında deyirəm. Bərdənin Ləmbəran kəndində xaraba qalmış Ləmbəran kənd məktəbindəyəm. Bu bulaq bizim vaxtımızda da vardı. Bir dənə dəyişən bunun üstünə dəmir vurublar. Bura gəldim, sinif yoldaşlarımı xatırladım. Qızları, oğlanları, Allah hamısını xoşbəxt eləsin. Çox şükür hamısı sağ-salamatdılar. Bu məktəb, arkada gördüğünüz, fonda gördüğünüz bu məktəb Azərbaycanın ən böyük məktəblərindəndir. Və yiyəsizlik ucbatından, sahibsizlik ucbatından güya burada şagirdlər, Ləmbəran kənd şagirdləri dərs alırlar. Bir dənə yaxından göstər, pəncərə sistemi yoxdur. Otaqların qapıları dağım-dağım, partalar dağım-dağım. Zamanında bu məktəbdə bizim vaxtımızda 2000'dən yuxarı şagird oxuyurdu. 2000'dən yuxarı şagird. 200 min, 300 min işlədiyim mənim yadımdadır. Amma indi bu məktəb var, xarabadır. 2 bal zəlzələ olsa, mən bunu keçən dəfə də videomda demişdim, bu məktəb burnu qoyacaq yerə və burada Allah min ağac uzaq eləsin, yüzlərlə şagird olacaq. Dəfələ desə ki, işıqlandırırıq. Bəli, gərək kəndin yəsi olsun. Və belə deyək, pulla vəzifəyə gəlmiş insanlar, bax bunu mən elçin olaraq deyirəm və sözüm arxasındayam. Bu Ləmbəran kəndinin elə bütün o vəzifələrinə də aiddir. Pulla vəzifəyə gəlmiş insanlar icra hakimiyyətinin qabağında, nə bilim Mədəniyyət Nazirliyinin qabağında şərt qoya bilməz. Çünki pulla gəliblər vəzifəyə. Ağıllı bir oğlan gəlmişdi kəndimizə, nə kənd cəmaatı onun arxasında dura bildi, nə dövlətimiz durdu arxasında, çünki pul verməmişdi. Əməlli başlı kəndimizə, kəsəyimizə baxırdı. Mən Təhsil Nazirliyinə müraciət edirəm. Bəli, dövlətimizin xətti ilə gözəl binalar tikirsiniz, gözəl məktəblər tikirsiniz. Qardaş, Azərbaycanın ən tarixi kəndlərindən olan Ləmbəran kəndi niyə sizin gözünüzdən qıraqdır? Bildik bu kəndin yiyəsi yoxdur. Bəs sizin Allahınıza nə gəlib? Sizin Allahınıza nə gəlib? Görmürsünüz, bir dənə pəncərəsi yoxdur, istilik sistemi yoxdur, qapısı yoxdur, pəncərəsi yoxdur. Düz əməlli heç nə yoxdur. İçinə girəsiniz, Qurandan da olsun, bəlkə də Suriyada belə məktəb yoxdur, Liviyada belə məktəb yoxdur, İraqda belə məktəb yoxdur. Belə bir tarixi kəndin məktəbi, bu qədər şagirdi olan, ucu bucağı yoxdur, qaqam, göstərin məktəbin uzunluğunu. 2000-3000 şagird sığan məktəbdir bu. Şəhidimizin adını, 1-ci Qarabağ Savaşının şəhidi, Allah bütün şəhidlərimizə rəhmət eləsin, Abdullah Telmanoğlu İsmailovun adını daşıyan bir məktəbdir bu məktəb. Niyə bu məktəbi bugünə qoyublar? Nədir? Niyə baxmırlar? İndi yəqin ki, qapısı bağlı olacaq. Biz girə bilməyəcəyik. Hələ də bu kətdə qapısı bağlıdır. Bax, bu şəhidimizin Abdullah Telmanoğlu İsmailov. Bu şəhidimizin adına olan məktəbdir. Allah şəhidimizin uşaq eləsin. Elə bizim vaxtımızdan da mənim buralarda sinif yoldaşlarımla şəkillərim var. Bizim vaxtımızdan da bu kotanın dəmiri buradadır. Burada bir dənə daş qoyurdular. Hanı o daş, hay Allah. Mənə bir dənə daş tap bunu dangıldadım sən Allah. Bir dənə mənə daş tap bunu dangıldadım. Bu tərəfdə var. Buradan bir dənə mənə daş ver başına dönüm. Qoy onu da dangıldadaq. Qoy bizim müasir sistemi. Bəlkə dövlətimiz görə. Abi onu verim ha. Dostlar, elə bir 45 dəqiqədən bir tənəffüs olanda bir nəfər qaçır, gəlir. Bunu belə vurursan, hamı bilir ki, tənəffüsdür. Belə. Ləmbəran kəndinin bundan öncə Əliş Ləmbəran Askının evini göstərdim. Hələ siz bu kəndin xəstəxanasını görməmişsiniz. İlahi, elə bir ki, bombalayıblar. Bizim kəndin, təsəvvürlə bu boyda kəndin baş həkimi yoxdur, həkimi yoxdur. Bu boyda kəndə bir dənə tibb bacısı olan bir bacımız var, yaxşı ki var, o baxır. Kəndin xəstəxanası yox, məktəbi yox, yolu irzi yox. Bu kəndi niyə dağıdırsınız, qardaşlar? Bu kəndin də sahibləri gedib icra hakimiyyətinin, yenə deyirəm, qabağında şərt qoya bilmirlər. Çünki vəzifəyə nə ilə gəliblər? Nə ilə? Əlbəttə ki, vəzifəyə pulla gəliblər. Pulla gələn insanlar da heç vaxt kişilənə bilməz. Pulla gələn insanların dili heç vaxt uzun ola bilməz. Bu kəndin həmişə vəzifələri, həmişə vəzifəyə, mənə deyirsiniz, sübut elə. Mən onu sübut eləyə bilmərəm. Amma əmin olun ki, Allah şahidim olsun ki, hamısı vəzifəyə pulla gəliblər. Ona görə də bu kəndi talayıblar ömür boyu, bu kəndin milli mədəni irsi heç vaxt onlara maraqlı olmayıb və olmayacaq da. Hayır bu kəndə, bu kənd haqqında da sonunda bir söz demək istəyirəm. Bərdənin Ləmbəran kəndi Azərbaycanın ən böyük kəndlərindəndir. 18-ci əsr Ləmbəran xalçaları İstanbul və Amerika muzeylərində nümayiş olunur. Mirzə Fətəli Axundovun Hacıqara, Yusif Vəzir Çəmənzəminli Qan içində əsərlərində Ləmbəran haqqında, Ləmbəranın baraması haqqında bəhs edilir.
Əliş Ləmbəranski kimi, Fikrət Ləmbəranski kimi, Cəmil Ləmbəranski kimi şəxsiyyətlər yetişdirir bu kənd. Amma bu kəndin sahibi yoxdur. Bu kənd qalır çağa-çuğa əlində. Çəkilsən işlandırırlar. Deyirlər yəqin Elçin vəzifəsinə gəlmək istəyir. Ha qardaş, Allah mənə bu ölkədə vəzifə qismət eləməsin. Mən bu kəndə qayıtmaq istəmirəm. Nəyinə qayıdacağım ha? Burada nə var? İnkişaf varmı? Nə varmı burada? Talib aparıblar, soğurublar, yiyiblər. Heç nə qalmayıb bu kənddə. Heç nə qalmayıb. Deyirik bəlkə bundan. Hətta danışmaq da ki, elə bir növdə dostlar, bu kəndə nə olursa mən onu deyim, yaxşı olur. Bu kənd yaxşıları qoruya bilmir. Yaxşı insanları qoruya bilmir. Yaxşılardan yaltaqlarımız çoxdur. Bax bunu mən Elçin kimi deyirəm amma dədəm bəlkə də bu videonu sonra məni döyəcək amma reallıq budur. Öpürəm. Bu da Ləmbəran kənd məktəbi. Belə.